Çünki anı yaşamamaq məncə xatirələri azaltmaq deməkdir. Anı yaşamamaq dünyanın daha sürətlə dönməsi deməkdir. Salam, YouTube kanalıma xoş gəlmisiniz. Başlıqda da gördüyünüz üzərə sizə və özümə bir sual verirəm. Anı həqiqətən yaşayırıqmı? Mən bayaq yolda gedəndə niyəsə özümə həqiqətən bu sualı verdim və ilk dəfə də məncə dürüst olaraq cavab verdim ki, mən uzun müddətdir ki, anı yaşamıram. Bu uzun müddət də hardasa, yəni 15-20 il qədər bir uzun müddətdir. Çünki mən düşünürəm ki, anı yaşamaq da, yaşayamamaq da bir vərdişdir. Bunu da belə davam elətdirdiyim üçün elə də belə də gedir. Nə vaxt ki, həqiqətən bunun fərqinə varırsan və bunu həqiqətən dəyişdirmək üçün də məşqlər eləyirsən. Amma hal-hazırda kozi bir mahnıya qoyacağam. Daha doğrusu mahnı deyil, yağış səsi və kitabxana səsi. Bilmirəm eşidirsiniz ya yox, çünki mikrofon istifadə edirəm. Bugün mən konsertə getmişdim. Konsertdən qaydanda yolda fikirləşdim ki, mən konsert boyu başqa şeyləri fikirləşdim. Birinci gün işi fikirləşdim. Bakıya gedəcəm, ora nələr almalıyam, onu fikirləşdim. Arada musiqiyə də qulaq asırdım. Belə bir şey oldu. Sonra fikirləşdim ki, kaş zaman geri qayıtsaydı və mən orada musiqidən zövq alsaydım və ora diqqətimi versəydim. Mən düşünürəm ki və bilirəm ki, bunu yaşayan minlərlə, milyonlarla insan var və bu həqiqətən təəssüf ki, üzücü bir şeydir, türklər demiş. Çünki anı yaşamamaq məncə xatirələri azaltmaq deməkdir. Anı yaşamamaq dünyanın daha sürətlə dönməsi deməkdir. Çünki bilmirəm fikir vermisiniz ya yox, anı yaşamadığımız üçün zaman sürətlə keçir. Məncə topladığımız xatirələr qədər yaşayırıq, amma anı yaşamadığımız üçün bəzən elə vaxt gəlir, keçir və biz heç nəyin fərqində də olmuruq. Bir də gözümüzü açırıq ki, 2026-nın 7-ci ayındayıq. Və geriyə qayıdıb o anları da yaşaya bilmədiyimiz üçün sadəcə son vaxtlar yaşadığım hisslər, anı yaşaya bilməməyimin reallığı və sonradan gələn o peşmançılıq hissidir. Peşmanlıq hissidir ya da bilmirəm indi qrammatik olaraq hansı düzdür. Nəsə bunun fərqinə varanda həqiqətən özümü pis elədim biraz. Məsələn, yolda gedəndə naşiqlə musiqiyə qulaq asıram. Yenə bir videom var idi, özümə verib amma tuta bilmədiyim sözlər. O videoda demişdim ki, özümə söz verirəm ki, bu il musiqiyə qulaq asmağı azaldacağam. Əslində bir yerə qədər həqiqətən bunu bacardım, amma bir yerdən sonra yenə mahnı dinləmək mənim komfort zonum olduğu üçün yenə ondan tutdum bu Almaniya öyrəşmə mərhələsində və ona görə də bu sözümü tuta bilmədim açığı. Və mən musiqiyə qulaq asanda anı heç yaşamıram. Həmişə başqa şeylər fikirləşirəm. Çox qəribə olan şeylərdən biri də budur ki, mən anı yaşadığım anların xəyalını qururam, amma anı yaşamıram. Yəni, düşünürəm ki, elə bir gün gələcək və mən o anı yaşayacağam və yaxud da anı yaşamağa dəyər bir hadisələr olacaq və mən onu yaşayacağam. Amma elə bir şey yoxdur. Ona görə sizə sual verirəm ki, siz anı yaşayırsınızmı? Və yaxud da anı necə yaşaya bilərik? Anı yaşadığımızın necə fərqinə vara bilərik? Bəzən elə situasiyalar olur ki, mən həqiqətən hiss edirəm ki, o anı yaşayıram. Məsələn, keçən il bir dəfə bir rəsm çəkmişdim. O qədər həvəslə çəkmişdim ki, o rəsmi. Vaxtda bir 2-3 saat getmişdi, amma mənim 2-3 saat diqqətim ancaq o rəsmdə imiş. O an onu yaşayırdım. Əslində bunun çarəsi bu qədər asan səslənir. Həmin an diqqətini elədiyin şeyə vermək. Ağlına başqa şeylər də gəlsə, fikrin getsə də, o dəqiqə fikrini, hətta bunun elində adı var, mindfulness deyəsən adı. Əgər gördün ki, başqa şeylər fikirləşirsən, səhv demiş ola bilərəm. Başqa şeylər fikirləşirsən, başlayırsan ətrafında olan şeylərə, kofe içirsənsə onu eləyirsən, yanında şam varsa, burada var məsələn, ona baxırsan, yeriyən insanlara baxırsan, yəni diqqətini həmin an orada olan şeylərə gətirirsən, fokusunu. Bu həm diqqəti bir yerə yönəltməyə kömək eləyir, həm də sənin daha çox anı yaşamağa. Yəni mən anı yaşaya bilmədiyim üçün həqiqətən özümü pis elədim bir an ki, mən niyə anı yaşamıram? Niyə bu qədər gələcəyə fikirləşirəm? Deyəsən biraz qorxduğum üçün fikirləşirəm. Çünki dayanmadan beynimdə anı yaşadığım anları qururam. Məsələn, Bakıda olanda pişiyimi qucaqlamağın anını təsəvvür edirəm. Amma əslində o an gəlməyib. Yəni mən gələndə də o anı yaşayacağıma həqiqətən inanıram. Amma indi bu gün bunu fikirləşməyim mənim bu günümə haqsızlıq kimi gəlir. Yəni bilirəm ki, əslində bunu təbii ki də düzəldə bilərəm. Deyəsən elə bu gündən sonra da bunun çalışmalarına başlayacağam.
Mən anı yaşaya bilməməyimin və ya bilməməyimizin bir səbəblərindən biri olaraq da sosial medianı görürəm. Onsuz da insanlar əvvəl də anı yaşamaqda, axışa güvənməkdə, hər şeyin yaxşı olacağına inanmaqda çətinliklər çəkirdilər. Amma indi sosial mediada dayanmadan reelslər, videolar, diqqəti yayındıran o qədər şey var ki, görürsən ki, məsələn 2-3 saatın işdən sonra telefonda gedib və sən yenə anı qaçırtmısan. Real həyat orada gedir. Amma sən anı qaçırtmısan. Məsələn, yemək eləyəndə videoya baxırsan, həmin an yeməyi eləməyin anını da qaçırırsan əslində. Mən Sinan Cananın bir videosuna baxmışdım. Orada deyirdi ki, insan əslində fikrini bir yerə verməli olan varlıqdır. Əgər kinoya baxırsansa, həqiqətən kinoya bax. Həmin an o anı yaşa, diqqətin kinoda olsun. Məsələn, konsertdəsənsə, həmin an o konsertə diqqətini ver. Orada yaşa. Nə bilim, telefonla iqra oynayırsansa, oyun oynayırsansa, həmin anda fikrini o oyuna ver. Amma həm televizora baxıb, həm iqra oynayıb, nə bilim, həm də burada kitabı açıb nəsə eləyəndə sən heç birinə diqqətini tam vermədiyin üçün heç bir anı da yaşamamış olursan. Ona görə bir xatirə də toplamırsan, sonra da deyirsən ki, yaddaşım yoxdur, mən nə yaşamışdım ki o gün. Çünki fikir o qədər parçalanır ki, Aqil müəllim demiş, əl aşından da olursan, vəli aşından da, ya da hadisənin mahnısı kimi aşkla savaşı qarışdırmısan. Nəsə elə bir şey olur. Əslində bunu ən yaxşı bacaranlar uşaqlardır ki, görürsüz, balaca uşaqlar hər şeyə maraq göstərirlər, hər şeyi kəşf eləməyə çalışırlar. Ona görə yəni onlar düşünmürlər ki, bunu bir uşaqlar eləyir, bir də yəni heyvanlar eləyir həqiqətən ki, düşünmürlər ki, mən sabah bunu eləyəcəm, onu eləyəcəm. Olduqları şeydən eləməyə çalışırlar. Görə biz də hər şeyə o balaca uşaq marağı ilə baxsaq, məncə anı daha yaxşı yaşaya bilərik. Gündən anımızın qiymətini bilirik, anı yaşamağa fokuslanırıq. Dəyərini bilməli olduğumuz sadəcə bu gün var. Xahiş eləyirəm, overthinkliyi buraxın və axışa güvənin. Hər şeyə güvənin, hər şeyin yaxşı olacağına güvənin. Bu videonu paylaşacağım. Çünki mənim üçün həqiqətən sakitlikdə oturub, tək ekrana baxıb nələrsə danışmaq çox çətin bir şeydir. Keçən dəfə bunu eləyə bilmişdim, paylaşmışdım. Bunu da bugün eləyəcəm. Ümid edirəm ki, sizə də xoş olar bu söhbət. Mənlə həqiqətən söhbət eləmiş kimi hiss edərsiniz özünüzü. Videoya baxdığınız üçün çox təşəkkür edirəm. Siz də mənə kommentlərə yaza bilərsiniz. Siz anı yaşayırsınızmı? Əgər bunu vaxtilə belə bir probleminiz olubsa, bunu necə həll eləmisiniz? Və yaxud da niyə anı yaşaya bilmirik? Bunun üçün nələr eləyə bilərik? Çünki bunu bir yerdə eləyə bilərik. Növbəti videolarda görüşənə qədər hələlik!